Salam, hər vaxtın xeyir olsun. Biz evimizin kombisini də qoyduq, qurtardıq. Evimiz 2 mərtəbədən ibarətdir. Birinci mərtəbəsi hal-hazırda işləyirdi, radiator idi. İndi isə ikinci mərtəbəsində də radiator xəttini çəkdik, tamamladıq. Gördüyünüz kimi izləyicilər, kombimiz Imergazdır. Kombimiz izləyicilər, gördüyünüz kimi buradaydı. Bu şkafın içində görürsünüz. Buradaydı, xəttlər də bax. Oradan düşürdü aşağı. İndi isə söktüm mən. Kombimiz ora stanovka elədik. Bura zal studiyo olacaqdı. Ona görə burada borularımızı izolyasiya eləmədim ki, özü də ev sahibinin dedi ki, içəridə qalır. Onsuz da istilik qoyu evin içərisinə gedir. Borumuz da oradan çıxır və düşək. Padvalda çəkək. Turbamız orayla. Qaranlıqda düzdür. Bir dənə telefonla işığı yandırın. Baxaq. Bax, görürsünüz əzizləyicilər. O köhnə xətti, bax, oradan çıxırdı. Mən buradan götürdüm, bax, bu hissə ilə çəkdim. Getdi, bax, oradan da birləşdirdim. Orada tumba var idi, da dönməyin dərindən dedim, da padvalda özdə dedi, çox əyiş olmasın, elə qoy, belə yaxşıdır. Çəkdim, bax, gördüyünüz kimi tamamladım. Radiator xətləri gördüyünüz kimi izolyasiya olunur, amma o birisi soyuq suyun xəttidir. Burada isə qapı olacaqdır. Onda da ki, istilik itkiyə getməyəcək. Gördüyünüz kimi əzizləyicilər, bax, bu cür çəkmişəm. Burada da utka əvəzi, bax, belənçinə verirəm ki, mən həm tutulma olmasın, yığıntı olmasın. İkinci mərtəbəmizə də gördüyünüz kimi əzizləyicilər, bax, burayla qalxılır. Mansardır da, belə deyək əzizləyicilər, mansar eliflər. Görürsünüz. Radiatorun xəttləri budur. Qoşulma hər ikisi altdandır. Bax, burada gördüyünüz kimi qəşəng çıxıbdır. Allah xeyir versin. Allah olmayanlar da qismət eləsin. Sağ olun əzizləyicilər, hələlik bu qədər. Abunə olmağı unutmayın əzizləyicilər. Maraqlı videolarımız olacaq. İzləməyi unutmayın. Sağ olun, hələlik bu qədər.